Tamam, Allah sizdən razı olsun. Mersi. İbadətin vacibliyindən danışdınız Bəli. siz. Ətrafımızda insanlar var, sayı az da deyil. Sanki ibadət etmək istəyirlərmiş kimi belə bir sual verirlər. Biz necə ibadət edirik? Dünyada bu qədər fərqli inanc, firqələr, məhzəblər varkən, hansı yolun doğru olduğunu, həqiqətə aparacağını biz necə ayırd edirik? Necə ayırd etmək olar? Bəli, bəli. Bir çox insanların bəli verdiyi sualdır ki, bəzən təzə gələn insanlar görürsən, çaşqın qalırlar. Deyir ki, necə mən hansı yola, hansı firqəyə, bugünkü gün özünüz görürsünüz ki, firqələr çoxalıb. Allah Resulü sallallahu aleyhi və səlləm nə buyurur? Ümmətim 73 firqəyə bölünəcək. Onlardan birisi yalnız cənnətə gedəcək. Ənə və ashabi. Mənim və mənim sahabələrimin yolunu gedənlər. Ona görə bizlərə buyurulur ki, araşdırmaq. İlk öncə bir şey deyim sizlərə. Hər şeydən öncə insan belə çaşqın halda bizlərə gözəl sünnədə dua gəlib. Allahümmə, ya Allahümmə Allahümmə ərinəl haqqa haqqan varzuqnə ittibə'. Allahım bizlərə haqqı haqq kimi göstər. Görün duanın şamil və gözəlliyini. Yəni bu sualı əhatə edir həmən dua. Deyir Allahım ərinəl haqqa haqqan varzuqnə ittibə'. Allahım bizlərə haqqı haqq kimi göstər və ona tabe olmağa bizləri müvəffəq et. Və duanın ikinci mərhələsində buyurur ki, Allahümmə ərinəl batilə batilən varzuqnə ictinəbə. Allahım bizlərə batili batil kimi göstər, ondan çəkinməyi bizlərə nəsib et, müvəffəq et. Bəli, ilk öncə hər şeydə olduğu kimi, ilk öncə Rəbbimizdən istəməliyik ki, bizlərə haqqı göstərsin. Bəzən ola bilər ki, sənin xoşuna gəlməz mənim dediyim. Mənim xoşuma gəlməz sənin dediyin. Bu ola bilər. Bir çox insanlar deyir ki, mən nəyə görə sənin dediyinə qulaq asmalıyım? Ona görə bu şübhələrin ilk öncə qarşısını almaq üçün birinci Allahdan kömək istəməliyik. Çünki Allah subhanahu wa ta'ala ən düzgününü kim bilir? Rəbbimiz bilir. Ona görə Allahdan ən düzgün yolu istəməliyik. Sonra da baxmalıyıq hər şeyi əsası ilə, sübutu ilə. Çünki əhl-i sünnədə sələf nə deməkdir? Sələf, bəzən insanlar qorxurlar sələf deyəndə. Sələf keçmiş deməkdir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm əshabələrinin yolu deməkdir. Yəni sələf bizdə də işlənir. Yəni keçmişlərin yolu. Yəni xeyirli insanların yolu deməkdir sələf. Sələf yeni bir firqə deyil. Yəni sələflər deyirlər. İndi bizim dilimizdə də işlənir bu söz. Ona görə sələf yəni keçmişlərin, xeyirli insanların, Peyğəmbər sallallahu aleyhi və səlləmin və onun əshabələrin yolu deməkdir. Və sələfin yolunda biz baxmalıyıq ki, onlar necə ediblər? Onlar hansı yolu gediblər? Kitab və sünnədə necə gəlib? Biz ona baxmalıyıq, möhtərəm qardaşlar. Bəzən deyirlər ki, filan müctəhid, filan hoca, filan şeyx bunu dedi. Dinimiz onları əsas götürmür. Ona görə sələfin, əhl-i sünnənin ən çox qayıtdığı nədir? Kitab və sünnə. Kitab və sünnəyə qayıtmalıyıq. Quran-ı Kərimə və Allah Rəsulünün sünnəsinə qayıtmalıyıq və sələfin fəhminə görə. Sələf kimdir? Allah Rəsulünün yanında olan sahabələr necə onu başa düşüblər? Biz ona görə getməliyik. Yəni ağlımıza uyaraq getməməliyik. Çünki bəzən görürsən ki, gözəl sualdır qardaşın verdiyi. Çünki bir çox insanlar ibadət edirlər. Vallahi ibadət edir, görürsən, ixlasla da edir bəzən. Yorulur, ancaq görürsən ki, ibadətində bidətlər var, şirklər var, nöqsanlar var. Ancaq görürsən ki, əziyyət çəkir. Madəm ki, sən əziyyət çəkirsən, ona görə çalış, düzgününü axtar. Və bizdən birimiz dünya məsələlərində həkim axtaranda 10 nəfərdən, 20 nəfərdən soruşuruq. Hətta ən yaxşısını tapana qədər. Eyni zamanda maşınımızı düzəltmək istədiyim ən yaxşı ustan axtarırıq. 10 nəfərdən, 20 nəfərdən soruşuruq. Ən yaxşı usta hansıdır? Və dinimiz onların hamısının üzərindədir, möhtərəm qardaşlar.
Dinimiz əsasdır bu dünyada, gəliş qayəmizdir. Ona görə dinimizi də düzgün araşdırmalıyıq. Dinimizi də baxmalıyıq ki, onun nəyə dayanır? Birinci dəlil olmalıdır. Ola bilər ki, kimsə sənə desin ki, bu belə deyil, filan kəs belə deyil, bu belə gəldi. Baxmalıyıq. Allah Rəsulü deyibmi? Kitab və sünnədə bu gəlibmi? Ona görə bu son zamanlarda da özünüz görürsünüz, eşidirsiniz sosial şəbəkələrdə sünnəni silmək istəyən insanlar var. Vallahi görəcəksiniz ki, bir gün özləri silinəcəklər. Heç kim sünnəni silə bilməz. Necə sən sünnəni, Allah Rəsulünün sünnəsinə dil uzadırsan? Deyir, Quranda nə var, mən onu götürürəm. Quran, bəli, Quran birincidir. Ona heç kimin şübhəsi yoxdur. Ancaq eyni zamanda Allah Rəsulünün sünnəsi də var. Necə ki, Allah Rəsulü utitul kitəbə və mithləhu ma'ah. Quran-ı Kərimlə deyir, yanaşı mənə başqa verildi. Hədislər. Allah Rəsulünün hədisləri var. İnsan sünnə, kitab və sünnəyə qayıtmalısan. Sən Quran-ı Kərimi birbaşa başa düşə bilməzsən. Məsələn, bir sual verim. Bir insan, sünnəni inkar edən bir insan necə namaz qıla bilər? Yüzlərlə belə sual vermək olar. Sadəcə birini verirəm, vaxt qısadır. O insana sual verirəm ki, namazı sən necə qılırsan? Sən deyə bilərsənmi ki, Quran-ı Kərimdə namaz 4 rükət yazılır. Məğrib namazı 3 rükət yazılır. Səcdəyə belə getmək lazım. Rüküyə belə getmək lazım. Əlləri belə qoymaq lazım. Bu duaları demək lazım. Və Quran-ı Kərimdə sən, Quran-ı Kərim bizlərə nə buyurur? Mucməl. Yəni, namaz qıl. Və namazın əhkamları sünnədə gəlir. Allah Resulü sallallahu aleyhi və səlləm hər bir şeyini bizlərə çatdırır. Hətta o deyən insanlar baxırsan ziddiyyətə düşür. Namazı, rükətləri yoxdur Quran-ı Kərimdə. İşə namazı necə qılınacaq, neçə rükət, məğrib neçə rükətdir, sübh namazı neçə rükətdir. Bunlar heç biri Quran-ı Kərimdə yoxdur. Bu hamısı sünnədir. Və sən namazı, dinin dirəyi olan bu namazı və sünnəni inkar edirsənsə, sən namazı necə qılırsan? Bəs bu sual ən acı sualdır. Sən namazı, dinin dirəyi olan namazı necə qılırsan? Ona görə bunların vallahi iddiaları ziddiyyətli və yanlışdır. Ağıllı mömin, ağıllı insan başa düşər ki, onların gətirdiyi bütün şübhələr vallahi boşdur, əsassızdır. Ona görə insan heç zaman kitab və sünnədən qırağa çıxmamalıdır. Və sələfin fəhmindən qırağa çıxmamalıdır. Əgər sən Quranı götürüb sünnəni götürməzsən, sən dini yaşaya bilməzsən. Dinin, Quran-ı Kərimin bir çoxu ayətlərinin izahı sünnədədir. Allah Rəsulü onu izah edir bizlərə. Necə ki, ayət kəlmədə də buyurur ki, وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا. Allah Rəsulü sizə nəyi verirsə, onu götürün. Nədən çəkindirirsə çəkin.